Şirvan şəhəri kollecinin yataqxanasıdır. Padezin girişi aşağısı idman zalı kimi icarəyə verilib. Buradakı Uğur Şəxsi İnkişaf Mərkəzidir. Kollecin yataqxanası bildiyimiz kimi icarəyə verilir Məlikova xatirə tərəfindən. Burada yataqxananın girişidir. Hal-hazırda içəriyə giriş eləyirik. Hal-hazırda gördüyünüz kimi kollecin yataqxanası Uğur İnkişaf Mərkəzi kimi icarəyə verilir. Bax, bu da kamera ilə nəzarət olunur. Gördüyünüz kimi ödənişlə burada tələbələr öyrədilir. Sizdə bir şey yoxdur xanım, çünki siz pul müqabiləsində pulunuzu verib icarəyə götürmüsünüz. Hə, hava yerə. Bəs burada kollecin uşaqlarına göstərilir? Xeyr. Bildim. Kollecin tələbələrinə xidmət göstərilmirsə, siz burada nə xeyriniz var onda? Gördünüz, bax, kənar bir şəxslərə burada xidmət göstərilir. Sizdə heç bir şey yoxdur ha. Məlikova, narahat olma düşmürsən. Sizdə bir şey yoxdur. Sadəcə Məlikova xatirə vəzifəsindən sui-istifadə edir. Məktəb yataqxanasını icarəyə verir. Burada isə kollecin heç bir tələbəsi gəlmir. Lap gəldi, gəlmədi, öz amma videoda hal-hazırda qeydə alınır. Deyirsiniz ki, kollecin heç bir tələbəsi gəlmir. Aha. Qoşun. Mirabbaz Xuduzadə. Mehman müəllim, bir də siz kameraya tez girin. Girin kameraya. Aha. Sən də məsuliyyət daşıyırsan. Kollecin yataqxanasını niyə icarəyə verirsən? Bax, belənçik qaçarsan. Videoda göstərdiyim kimi idman zalı da icarəyə verilir. Uğur Şəxsi İnkişaf Mərkəzi də icarəyə verilir. Buradan cənab prezidentimiz İlham Əliyevə müraciət edirəm və ən əsasda Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə. Bu da hal-hazırda gördüyünüz kimi kollecin şofer vəzifəsini icra edir. İndi isə boyun qaçırırsan. Hara qaçırsan? Az yeyintilərə səbəb ol. Özü də şofer. Bu nətər olur? Laf şofer işləyir, problem deyil. Yataqxanaya nə adiyyatı İlhamın? Ən əsas isə o videoda qaçan şəxsin həyat yoldaşı da kollecdə mühüm bir vəzifəni icra edir. Bildiyimiz kimi dövlət qurumlarında belə bir müzakirə gedir ki, eyni qurumda, eyni dövlət sektorunda çox vaxtı ailə üzvləri işləyə bilməz. Bunun həyat yoldaşı da böyük bir vəzifəni icra edir. Özü də həm şofer vəzifəsini icra edirsənsə, kimin şoförisənsə get kollecin qarşısında dayan. Sənin maşının yataqxananın qarşısından ağarır. Orada Uğur İnkişaf Mərkəzi icarəyə verilir. Aşağı isə idman zalı kimi. Hamının səbəbkarı yenə həmişə kimi Məlikova xatirə. İnşallah cənab prokurorumuz Kamran Əliyev, həmçinin cənab prezidentimiz bu haqda tədbir görər. Gördüyünüz kimi bura yazılıb ki, kollecin tələbə yataqxanasında oğlan tələbələr üçün yer var. 055 678 80 56 adı İlham. Həyat yoldaşı da burada mühüm bir vəzifəni icra edir. Özü də AA seriyalı